Selamun aleyküm. Sabahınız xeyirli olsun. Bu cennet mekan ülkemizin sədaqətli sakinləri köküne, adət ənənəsinə bağlı əcdadının bıraktığı mirasa saygı gösteren sakinlerimiz. Her vaxtınızı Allah xeyrə yazsın. Ben bugün bizim cəmiyyətimizin diqqət etmədiyi, lakin olduqca vacib bir məsələyə toxunmaq istəyirəm. Bir neçə gündür baxıram bu medyada bir xanım kızımız var. Səidə xanım Bəkir qızı desən. Yaman düşüblər üstünə, döşürlər. İndi bununla bağlı birbaşa nəsə deməzdən əvvəl mən sizə xatırlatmaq istəyirəm. Xatırlatmaq istəyirəm Allahın qadına verdiyi dəyər. Allahın bizə əmanət olaraq verdiyi qadına olan münasibət və Allah deyən insanların bir-birinə olan münasibətləri, davranış qaydaları, nədən qorxmaq lazım olduğunu, nədən çəkinmək lazım olduğunu sizə bildirmək istəyirəm. Əvvəla Quran-ı Kərimdə bir ayət kəlmə var. Allah Teala bildirir ki, deyir, biz sizin özünüzdən sizə zövcələr yaratdıq. Əmanət olarak sizlə birgə yaşasın diye əmanət olarak sizə verdik. Və əxir və sair. İndi gene de o göçəklər var, bukva yedlər deyirlər Rüccana, ağzı göçəklər. Başlayacaqlar ki, yox bu ayəti deyəndə elə ifadə elədi, vergül filan yerə düşməliydi, o yan olmalıdır, o söz arkadaydı, getirdi, qabağa koydu. Kardeş gedin, açın, okuyun, ben fikri size bildirirəm. Kur'an-ı Kerim'de Allah Teala'nın bize bildirdiği elmindən irəli çıxan fikri mən sizə deyirəm. Mən din alimi değilim. Heç bir alim değilim. Sadece vətəndaşam. İndi hamı çıxır, danışır, dəb düşüb, mod düşüb. Mən də deyirəm ki, qoca vaxtımdır. Onsuz da bildiklərimi özümdən qəbrə aparmaqdansa bir iki kəlmə deyim, bəlkə ehtiyacı olanlar mənim bildiyimdən bir şey faydalandılar. Bunun da ayəti var. Allah'tan qorxuram. Bir gün Hazreti Allah Teala Cebrail aleyhisselama deyir ki, sen yeryüzüne enəndə filan işten ötürü ged, o filan yerde filan kent var. O kendini altın üstüne çevirdi. Ya Rabbi, sen emrin müzakere olunmaz ama bilmək istəyirəm, orada kadınlar, uşaqlar falan var. Bunlar necə olsun? Deyir onları da. Deyir bəs orada yaşlı insanlar var, o var, bu var. Deyir onları da. Deyir bəs o kəndin kənarında bir ev var. Mən neçə dəfə yer üzerine düşüb oradan keçəndə görmüşəm, o adam səhərə qədər gözünü qırpmayıb sizə ibadət eləyir. Yalvarır, yaxarır falan. Deyir, qardaş get, deyir, birinci deyir elə onu. Birinci onu batır. 40 ildir mən elmimdən ona öğretmişəm. Bu bir kəlmə heç kəsə heç nə demir. Ona göre o kəndin cəmaatı hamısı kafirləşibdir. Doğulan uşaqlar da kafir ata-anadan pis yollarla doğulan uşaqlar da elə onlar kimi bir şeydir də. Get oranı batır. Hem de Kur'an-ı Kerim'de ayet var kardeşler. Orada Allah Teala deyir ki, ey müminler, benim size verdiklerimle siz de hak sahipleriyle paylaşın. İndi çoxsu diyecek ki, bu Allah puldan, paradan deyir, ərzaqdan filandan deyir, nə bilim köynəkdən. Xeyr. Kur'an-ı Kerim universal bir kitaptır. Deyir ki, benim size verdiklerimle, orada elm de var, orada ədəb de var, orada əxlaq da var, orada pul da var, para da var və əxir və s. Şimdi vallahi mən də qorxuram ki, indi neyniyim? Heç yerdə qulaq asan yoxdur. Bir ictimai TV yarattılar, orada ictimailikdən çıxdı, kimlərinsə inhisarındadır. Orada ictimaiyyətdən heç vaxt
kimisi iştirak elədiyini görməmişəm. Həmişə yaxşı olardı o kanalda heç olmasa həftədə bir gün ictimaiyyət üçün ölkəmizin müxtəlif yerlərindən, müxtəlif rayonlardan, ağsaqqallardan, qara saqqallardan, az çox həmən bölgədə tanınan, xalq tərəfindən qəbul olunan, tanınan adamlardan çıxarıb orada 1 saat, 2 saat bir danışırsınlar, sual versinlər, məsləhət alsınlar, tövsiyə alsınlar. Bundan nə olar? O dünya dağılmaz ki. Əlqərəz, qadınlar deyir sizin tarlanızdır. Ora istədiyiniz vaxt, istədiyiniz tərəfdən yaxınlaşın. Mən sizə sual edirəm. Bir insan istəyir ki, bir sahəsi olsun, misal üçün, mən misal çəkirəm. Və orada əksin, becərsin, məhsul əldə eləsin, ailəsini saxlasın, satsın, yəni dolansın. Və sizcə daşlı, kəsəkli, nə bilim, kollu, koslu bir sahədən toxum səpib, əkib, becərib, keyfiyyətli məhsul almaq olarmı? Olmaz. Hətta Sovetin vaxtından şoran torpaqları nədir onun adı? Yuyurlar. Şoran torpaqları yuyub, əkin halına getirib sonra əkirdilər. İndi qardaş, bu qadınlarımız bizim, bu Allahın bizə bəxş elədiyi tarlamızdır. Əziz Azərbaycan qadınları dünyada ən zəhmətkeş, ən əzabkeş, ən zəkalı, yeri gələndə uşaqlarından ötürü atanı əvəz edə biləcək bir qadındır. Azərbaycan qadını. Baxın, tarixdə baş vermiş hadisələrə baxın. Nə qədər bizim qadınlarımız olub, qəhrəmanlıq göstəriblər, tarixə düşüblər. Tomris, Sara Xatun, Uzun Həsən anası Saray Xatun, Tutubikə. Müasir dövrümüzdə də az olmayıb qadınlarımız. Təyyarəçi olubdur, nə bilim. Yəni, bilirsiniz, burada mən o biliklərimi sadalmaq üçün çıxmamışam. Yəni, sizə bildirmək istəyirəm ki, qadınlara durub durduğu yerdə hücum eləməyin, qara ləkə yaxmayın. Allahdan qorxun. Allah deyir ki, onları sizə əmanət olaraq vermişəm. İndi Səidə xanım xalqının, millətinin gələcəyinin təhlükə altında olduğunu görüb, yəni əxlaq baxımından, mənəviyyat baxımından indi bir-iki kəlmə söz danışıb, onunla dünyamı dağıldı ki, eləməyin də. Televizorda çıxıb eləmədiyiniz qələt yoxdur. Orada çox yanlış şeylər edirsiniz. Mən bir sual vermək istəyirəm sizə. Bax, istənilən kişi xeyli ağa. İstəyirsənmi ki, anan, ya bacın, ya gəlinin, ya özünün zövcən, elə o ekrandakı kimi belə yüngül xasiyyətli olsun da, filan, nə bilim nə. Utanır da adam tam fikrini ifadə eləməyə. İstəməzsiniz. Onda eləməyin də. Yenə Quran-ı Kərimdən sizə ayət xatırladıram. Allah Teala deyir ki, ey insanlar, istəyirsiniz yaxşılıq edin, istəyirsiniz pislik. O sizə qayıdacaqdır həm bu dünyada, həm axirətdə. Quran-ı Kərimə inanırsınız, inanın, inanmırsınız, o sizin öz işinizdir. Mən heç nəyi iddia eləmirəm. Heç kəsi də burada tənqid eləmək fikrimdə yoxdur. Ümumi danışıram mən. Bizim cəmiyyətimiz əxlaq baxımından çox korlanıb. Çox korlanıb. Belə bir cəmiyyətdə yetişən qızlar, hərənin 2 sevgilisi var, əri var bir yanda, filan var o yanda. Bunu siz açıq aydın televizorda deyirsiniz, ha kişi, təbliğ edirsiniz. Siz kimin dəyirmanına su tökürsünüz? Gənə də Quran-ı Kərimdən sizə xatırladıram. Allah Teala Quran-ı Kərimdə ayrı-ayrı xalqların əxlaqsızlıq, mənəviyyətsizlik eləməkləri ucbatından
haqqı inkar etməkləri ucbatından, Allahın qadağalarını həyasızcasına pozub Allahın meydan oxumaqları ucbatından və əl-axır və s. bütün pisliklər eləyən xalqları, tayfaları, millətləri, şəhərləri Allah batırdı, kişi batırdı, yox elədi. Onu Quran-ı Kərimdə deyir, bildirir. Bunu siz bilmirsinizsə çox pis. İslam ölkəsiyik, hər bir bizim Azər vətəndaşın Quran-ı Kərimi ən azından tərcümə olunmuş Quran-ı Kərimdə deyilənləri bilməyə məcburdur. Həm də haqqı var. İndi bunları bilsəz siz o yanlışlıqları eləməzsiniz. Yox, yanlışlıqları eləyirsiniz. Bir balaca fikirləşin də. Atan, anan sağ olsaydı və sən bu yanlışlığı eləyəndə sənə nə deyərdi? Nə deyərdi özün yaxşı bilirsən. Və el içində də elə adamlara nə deyirlər onu da yaxşı bilirsən. Daşı ətəyinizdən tökün. Gələcəyimiz üçün çalışan bu hökumətin, bu dövlətin işini zorlaşdırmayın. Siz o pis hərəkətlərdən, pis davranışlardan əl çəkin. Əl çəkin. Kimlərsə istəyir ki, Azərbaycanda tezliklə, nə deyim mən, əstağfurullah, adam dildə gəlmir. Elə bir şey olsun ki, Allah bu ölkəyə cəza versin. Öz başınızda çatlasın. Nə qədər ki, bu ölkədə əlini açıb Allahdan yalvarıb istəyənlər var. Allahın dediyi kimi yaşayanlar var. Siz istəyinizə nail ola bilməyəsiniz. Və sizin bu hərəkətləriniz, bu yanlış, tərbiyəsiz, əxlaqsız, mənəviyyətsiz, dindən uzaq, milli mənsubiyyətimizə xas olmayan davranışlarınız, qadınlara hücum filan, belə şeylər Allah görür, bilir və əncamında qılacaqdır. Heç narahat olmayın. Bu ölkə elə bir ölkədir ki, digər ölkələrə bənzəməz. Ay kişilər, biraz ağıllı olun. Biraz dərin düşünən olun. Heç olmasa bu Allahın verdiyi kitabda yazılanlara əməl etməyə çalışın. Səidə xanım, mən sizi dəstəkləyirəm. Düzgün eləyirsiniz, düzgün danışırsınız. Yolunu azanları xatırlatmaq lazımdır ki, yolunuzu azmayın. Qaldı ki, qaçqınlarla bağlı məsələ, bunun da Quran-ı Kərimdə ayəti var, cavabı var. Xahiş edirəm, oxuyun, oradan tapın. Mən bu məsələyə toxunmaq istəmirəm. Onlar da çox əzab çəkiblər, çox istirab çəkiblər. İsti yuvalarından, isti ocaqlarından məhrum olub, doğulduqları yeri tərk eləməyə məcbur olublar. Gəliblər, sığınıblar digər şəhərlərdə yaşayan bacı qardaşlarının yanına. İndi vaxtı çatdıqca dövlətimiz onların yuvalarını, yerlərini, yurtlarını bərpa elədikcə köçürəcəklər. Bunu da belə bilsəz yaxşı olar. Allahın sağlıq və səlamətliyi, xeyir, bərəkəti üzərinizə olsun. Allah millətimizi hər fitnədən, hər zalimdən, yolumuzu azmaqdan qorusun. Sağ olun, Allah'a emanet olun.